Ötən həftənin ən mühüm siyasi hadisələrindən biri təbii ki, Almaniya prezidentinin Azərbaycana səfəridir. Bu səfər zamanı ölkə başçısı kifayət qədər vacib mesajlarını səsləndirdi. Mən istəyirəm bu mesajlara diqqət yetirək. Ölkə başçısının fikirlərində hansı məqamlar əks olundu sizdən eşitdik? Bəli, haqlısınız. Həftənin və mən deyərdim ki, ilin ən yadda qalan hadisələrindən biri Almaniya Federasiya Respublikasının prezidenti Frank-Walter Steinmeierin Azərbaycana səfəridir, regiona səfəridir. Əvvəlcə Ermənistanda səfərdə oldu, sonra Azərbaycan paytaxtına gəldi və burada diqqətdən yayınmayan birinci məqam var. Bilirsiniz ki, bayaq söylədiyim kimi Birləşmiş Ştatlar Avropa İttifaqı münasibətində çox gərgin anlar yaşanır. Və Avropa İttifaqı deyəndə iki dövlət daha çox yada düşür. Baxmayaraq ki, 27 dövlətdir. Bir onun siyasi mərkəzi olan Fransa, bir də onun iqtisadi mərkəzi olan Almaniya. İqtisadiyyat nöqteyi nəzərindən Almaniya Avropa İttifaqının lokomotividir, həqiqətdir. Və iqtisadi prizmadan yanaşanda Almaniya Cənubi Qafqaza əvvəllə bu qədər maraq göstərmirdi. Sanki regionda əsas maraqlı oyuncular Fransa və Böyük Britaniya idi. İndi Almaniya fəallaşıb. Və Almaniya görür ki, dünyanın bütün, necə deyərlər, proseslərin mahiyyəti dəyişir. Dünənki dostlar bugün düşmənə çevrilir və bu reallıqda iqtisadi baxımdan çox ciddi təhdidlər və təhlükələr yaranır və onlar çox ciddi çağırışlardır. Bu vəziyyətdə fəal siyasət yeritmək və vaxtilə fəal olmadığın ərazilərlə münasibətə yenidən baxmaq daha aktualdır. Və nəzərə alsaq ki, Cənubi Qafqaz dünyanın əsas nöqtələrindən biridir, həm enerji baxımından, həm coğrafi mövqeyi nöqteyi nəzərindən. Və Almaniya prezidentinin Azərbaycana gəlişinə bu kontekstdə də qiymət vermək lazımdır. Düzdür, səfərin əvvəlində biraz ciddi anlaşılmazlıqlar oldu. Almaniya prezidentinin deməli sosial şəbəkə akkauntunda, platformasında, səhvimsə Instagramında artıq tarixin zibilliyinə atılmış Qondarma Dağlıq Qarabağ Respublikasının necə deyərlər, onu bayraq da demək istəmirəm. Əski parçasını bəli, orada yerləşdirmişdi. Bir də Almaniya televiziyasında Qarabağla bağlı erməni mənafeyinə xidmət edən, həqiqətlə təhrif edən bir film də çəkib göstərmişdilər və bu film gedə-gedə, bu təxribatçı addım ata-ata onun Cənubi Qafqaza səfəri və burada diqqətdən yayınmayan bir məqam da var idi ki, gələrkən o erməni Katolikosya ilə görüşdü, 2-ci Qaregenlə və eyni zamanda 2-ci Qaregen də yenə də Almaniya prezidentinə xeyli yalanlar söylədi, xeyli iftiralar səsləndirdi. Bunlar da diqqətdən yayınmışdı. Təbii ki, Azərbaycan Xarici İşlər Naziri çox çevik reaksiya verdi. Almaniya ölkəmizdəki səfiri Xarici İşlər Nazirinə dəvət edildi, ona vəziyyət izah edildi və dərhal bunu bir texniki səhv kimi göstərdilər, üzrxahlıq etdilər və həmin bu səhvlər aradan qaldırıldı. Bu siyasi səhvlər idi, əgər belə demək mümkünsə. Və bu reallıqlar fonunda Bakıya səfər idi və çox diqqətə layiq bir məqamı da qeyd eləmək istəyirəm ki, bütün bu anlaşılmazlıqlar fonunda Almaniya prezidenti Steinmeier paytaxtımızda və mətbuatın qarşısında açıq-aydın şəkildə qeyd edir ki, Qarabağ bu Azərbaycanın ərazisidir, biz bu cür tanıyırıq və bu cür də qəbul edirik. Hesab edirəm ki, bu çox vacib məqamdır, çox vacib əhəmiyyətli məqamdır.